Salam əziz abituriyentlər, hər birinizi xoş gördük. Bu günləri yeni bir mövzu izah edəcəyik. Azərbaycan feodal dövlətləri. Azərbaycanda feodal dövlətlərin yaranması. Amma ilk öncə Şirvanşahlar və Şəddadiləri düşündüm bir yerdə izahlayayım. Sonra isə Sadi, Salari, Rəvvadilər. Bir-birinə əlaqəli mövzular olduğuna görə başlayaq. Birinci Şirvanşahlar dövlətindən başlayaq. Bax, bu gördüyünüz ərazi Azərbaycanın şimal-şərqində yerləşən Şirvanşahlar dövlətidir. Xəritə üzərində də göstərirəm. Və indi keçək mövzumuza. Şirvanşahlar. Demək görə bu dövlət yaranmamışdan öncə bu dövlətin əsasını hansı sülalə qoydu? Necə oldu dövlət halına gəldi bu sülalə Məziədlər? Məziədlər ərəb mənşəli sülalələr idilər və Azərbaycanın şimal-şərqini idarə edirdilər. Yəni az öncə xəritə üzərində göstərdim. Bax bu hissəni. Və sülalənin görkəmli nümayəndəsi isə kim idi? Yezid ibn Məziəd. Xilafət dövründə Şirvanın birinci rəsmi hakimi olmuşdu və Arranda mərkəzi Bərdə şəhəri olan yarımüstəqil əmirlik yaratmışdı. Və 859-cu ildə Yezid ibn Məziədin oğlu Məhəmməd ibn Yezid Bərdə əmirliyinin mərkəzini Gəncə şəhərinə köçürdü. Bax, burada görürsünüz Bərdə əmirliyi idi, yarımüstəqil əmirlik yaratmışdı Yezid ibn Məziəd. Sonra həmin o iqamətgahı hara köçür? Bərdədən şimalda yerləşən Gəncə şəhərinə. Bu da belə. Və Azərbaycanda bunların mərkəzlərini Gəncəyə köçürəndən sonra bunların nüfuzu daha da artır və möhkəmlənirlər. 861-ci ildə xilafətin daxilində çəkişmələr başlayır, üsyanlar başlayır, ixtişaşlar başlayır və bundan istifadə edən Heysam ibn Xalid Şirvanı müstəqil elan edib 861-ci ildə Şirvanşahlar dövlətini yaradır və xilafətlə bütün əlaqələri kəsir və Şirvanşah titulunu qəbul edir. Və beləliklə Azərbaycanda ən uzun ömürlü dövlətin əsası qoyulur Şirvanşahlar dövləti və ilk paytaxtı da Şirvan şəhəri olur. Və beləliklə Şirvanşahlar dövlətinin yaranması ilə qədim dövlətçilik ənənələrinin dirçəlməsinə təsir edir. Şimaldan Slavyan və Alanların basqınlarına qarşı mübarizə sanlaşır. Şamaxı, Şabran, Bakı və Dərbənd kimi şəhərlər ticarət və sənətkarlıq mərkəzinə çevrilir. Bax, Şamaxı, Şabran. Şamaxı, Şabran, Dərbənd və Bakı kimi şəhərlər ticarət mərkəzinə çevrilir. Və keçək növbəti varislərə. Şirvanşah Əbu Tahirin dövründə dövlətin sərhədləri cənubda Kür çayına, şimalda isə Dərbəndə kimi genişlənir. Və 918-ci ildə Əbu Tahir nə edir? Paytaxtı Şirvandan Şamaxıya köçürdü. Bax bura. Şirvan təxminən bura düşür, bu əraziyə, Kürün sağ sahilinə. Sonra isə nə edir? Əbu Tahir 918-ci ildə paytaxtı köçürür Şamaxıya. Və yoldaşlar, Əbu Tahirin varislərinin də dövründə Şirvanşahlar dövləti həm ərazisi möhkəm, dövlətin güclənir, həm də ərazisi daha da genişlənir. Və 10-cu əsrin 80-ci illərində Qəbələ, Bərdə, Şabran, Şəki, Tabasaran, Sənariyə və Dərbənd nə olur? Şirvanşahlar dövlətinə birləşdirilir. Bu arada burada Dərbənd 988-ci ildə asılı vəziyyətə salınır, amma daxili müstəqilliyini qoruyub saxlayır. Belə yadınızda qalsın. 1075-ci ildə birləşdiriləcək birinci Fərrux tərəfindən. Və Şirvanşahların digər feodal dövlətlərindən fərqi də nə idi? Müstəqilliyi bir müddət qoruyub saxlaya bilmişdi. Yəni, ən uzun ömürlü feodal dövləti olaraq qalmışdı. Yəni, 861-dən 1538-ci ilə qədər Azərbaycanda ən uzun sürmüş feodal dövləti olmuşdu. İdarəetmə sistemi necə idi? Dövlətin başında şah dururdu, yəni mütləq hakim. Hakimiyyət irsən keçirdi. Oğul yoxdursa, şahın qardaşı varis sayıla bilərdi. Şah. Belə izah edeyim də, dövlətin başında kim durur? Dedi şah. Şahın nəyi olar? Şahzadəsi, yəni varisi. Şah nə edir? Əyalətləri idarə edir. Sonra şahın nəyi olur? Vəziri. Vəzir nə edir? İnzibati və maliyyə işlərinə baxır. Və ən yüksək vəzifə idi Şirvanşahlar dövlətində. Bu da bəzən irsən keçirdi. Sonra şahın nəyi olur? Sarayı olur və o sarayın da qulluqçusu olur. Buna deyirlər hacib. Xidmətçi, qapıcı. Saraydakı işləri nə edir? Tənzim edir. Saray mərasimlərinin təşkilində mühüm rol oynayır. Sonra şahın nəyi olur? Qoşunu olur. Əsas qoşun şahın xüsusi qüvayəsi idi. Bundan da əlavə iri feodalların və vilayət hakimlərinin xüsusi qoşunu. Qısası hər ikisi də süvarilərdən təşkil olunurdu. Yalnız müharibə zamanı şahın əmri ilə bir araya toplanırdılar və yürüşlərdə iştirak edirdilər. Və bu zaman döyüşlərdə orduya kim başçılıq edirdi? Ya şah özü,
ya da vəliəhdi başçılıq edirdi. Şirvanşahlar dövləti bu qədər keçid alır Şəddadilər dövlətinə. Şəddadilər bəs kim idi? Şəddadilər sülaləsi əvvəllər Dəbil ətrafında yaşamışlar. Bax, xəritə üzərində göstərirəm. Bax, Dəbil hal-hazırda indiki Ermənistan arasındadır. Yoldaşlar, görürsünüz. Bax, burada. Yəni, elə bir ki, Naxçıvanın şimal hissəsində. Bax, bura Naxçıvan deyil, bax, bura. Naxçıvanın şimal, Göyçə gölü ilə, bax, bu Göyçə gölü ilə Naxçıvanın arasında, mən həmişə şagirdlərə belə deyirəm. Naxçıvanla Göyçənin arasında qalan ərazi Dəbil şəhəridir. Yəni, bu ərazidə yaşamışlar. Və sonra 951-ci ildə Məhəmməd ibn Şəddad, yəni Şəddadi sülaləsindən Məhəmməd ibn Şəddad Dəbil əmirliyini yaratmış. Neçənci ildə? 951-ci ildə. Amma Dəbildə möhkəmlənə bilmirlər. Sonra onun varisi Əli Ləşkəri 971-ci ildə Salarilər dövlətinin ərazisində, yəni Gəncə şəhəri, paytaxtı Gəncə şəhəri olan Şəddadi dövlətinin əsasını qoyur. Bax, bayaq göstərdim xəritə üzərində Gəncə şəhəri. Baxın, Gəncə, bax bura, Şəddadilərin paytaxtı olub, bax bu ərazi. Qoy bir dənə buranı sileyim. Aha, Gəncə Şəddadilərin paytaxtı olub. 971-ci ildə Əli Ləşkəri tərəfindən yaradılmışdı və davam edirik. Demək, Salarilərin Arazdan şimaldakı olan mülklərini də dedik, özünə tabi etmişdi və Bərdəni də, Şəmkiri də həmçinin dövlətə birləşdirmişdi. Sonra Fəzil ibn Məhəmməd gəlir. Fəzil ibn Məhəmməd nə edir? Bax, xırda feodallar söhbəti harada görürsünüz, birinci Fəzil ibn Məhəmmədə aiddir. Xırda feodalları mərkəzi hakimiyyətə tabi edir və Gəncə ətrafında xırda feodal mülklərini ləğv edir. Bir dənə bu xırda feodal söhbətinə diqqət edin. Xırda feodallar kimə aiddir? Fəzil ibn Məhəmmədə. Dəbili dövlətə birləşdirdi, sonradan Beyləqanı dövlətə birləşdirir. Bax, Beyləqan şəhərini göstərirəm. Xəritə üzərində özüm göstərəm ki, əziz şagirdlər, yadınızda qalsın. Beyləqan da Arazın baş şimalında yerləşən bir şəhərdir. Bax, bura. Davam edirik. Və həmçinin Gəncədə öz adına pul kəsdirdi. Bu, onların artıq bir dövlət kimi fəaliyyət göstərdiyini sübut edirdi. Həmçinin Gürcü və Xəzərlərlə mübarizə aparır. Şirvanşahlarla qohum olur. Tiflis və Müsəlman əmirliyi və Rəvvadilərin dostluq əlaqələr qurur. Yəni, cənub qonşusu Rəvvadilərlə. Şimalı qərbdə də Tiflis. Ticarət və hərbi məqsədlə də nə edir? Araz çayı üzərində Xudafərin körpüsü inşa etdirir 1027-ci ildə. Ondan sonra hakimiyyətə kim gəlir? Musa ibn Fəzil. 1030-cu ildə Musa ibn Fəzilə qarşı Beyləqanda qardaşı qiyam qaldırır. Harada? Beyləqan şəhərində. Və bu da bu qiyamı yatırmaq üçün, qardaşının qiyamını yatırmaq üçün o zaman Şirvana yürüş edən Slavyanlardan kömək alır. Yəni, Slavyanlar həmin vaxtda da Şirvana hücum eləmişlər. Bu da həmin fürsətdən istifadə edir, Slavyanlardan kömək istəyir həmin qiyamı yatırmaq üçün. Və qardaşının qiyamını Slavyanların köməyi ilə yatırmış olur. Və burada da bir şeylər var, yadınızda saxlayın ki, 11-ci əsrin 30-cu illərində Arazdan şimalda Oğuz tayfaları məskən salması nəticəsində Şəddadilərin hərbi gücü yenə də artır. Bu zaman həm Rəvvadilərin arasında məskunlaşmışdılar. Bizans, Erməni və Gürcülərin Azərbaycanın qərb torpaqlarını işğal etmək planı puça çıxır. Ondan sonra 2-ci Ləşkər gəlir. Baxın, 1037-ci ildə Dəbilə hücum edən Bizans erməniləri məğlub edir. 1038-ci ildə Tiflisə hücum edən Bizans Gürcü qoşunlarını məğlub edir. Çünki Tiflis müsəlman əmirini işğal etmək istəyirlər onlar. Və bu da puça çıxdı. Və bu qələbələrinə görə onu Qətran Təbrizi öz qəsidəsində 2-ci Ləşkərini Arran şahı olaraq adlandırmışlar. Və 1048-ci ildə Səlcuqlarla birlikdə Erməni, Gürcü, Bizans birləşmiş qüvvə. Yəni, bu dəfə üçünə məğlub edirlər. Və Əbüləsvar şahı. Mərkəzi hakimiyyət daha da güclənir. Şirvanşahlar Gürcülərlə müharibə aparır. Baxın, Fəzil ibn Məhəmməd bunlarla dostluq əlaqəsi yaratmışlar. Amma Əbüləsvar şahı ilə müharibə aparır. İqtisadi və ictimaiyyətdə orada da bir sıra islahatlar keçirir. 1054-cü ildə Səlcuqlara tabi olur, yəni müqavilə bağlayır. Və 1062-ci ildə alanların yürüşündən qorunmaq üçün Gəncə ətrafında hasar və xəndəklər qazdırır. 1063-cü ildə isə İbrahim Osmanoğlu tərəfindən Gəncənin qoşa qapıları hazırlatdırır. Və sonuncu Şəddadi hökmdar kim olur? 3-cü Fəzil. Artıq Səlcuqlarla münasibət kəskinləşir. Bu arada Şəddadi hökmdarları Şah
və yaxud da padşah, sultan titulu yox, əmir titulu daşıyırlar. Bu da yadınızda qalsın. Və 1088-ci ildə Məlikşah artıq bunları özü üçün real təhlükə hesab elədiyinə görə Şəddadi dövlətinin varlığına son qoymuş olur. Və burada Şəddadi ilə Şirvanşahların oxşar cəhdi var. Arazdan şimaldakı Azərbaycan torpaqlarında yaranmışdılar. 11-ci əsrin ikinci yarısında Səlcuqlardan asılı vəziyyət düşmüşdülər. Yəni Şəddadilər 1054-də, Şirvanşahlar da 1066-da. Gürcülərlə müharibə aparırlar. Əsasən də Şirvanşahlar 12-ci əsrdə. Rəvvadi Şəddadi üçün oxşar cəhd 10-cu əsrin ikinci yarısında Salarilərin ərazisində yaranmışdılar. Oğuz türkləri məskən salıb ərazilərində Bizans, Gürcü, Erməniyə qarşı mübarizə aparırlar. Bayaq dedim, 1054-cü ildə Səlcuqlardan asılı vəziyyətə düşür Şəddadilər. 1066-cı ildə isə Şirvanşahlar. Bu deyilir 11-ci əsrin ikinci yarısı. Və burada əmirliklər var. Azərbaycanda bir neçə əmirliklər. Rəvvadi əmirliyi. Rəvvadi sülaləsi tərəfindən 8-ci əsrin sonlarında Azərbaycan cənubunda yaranmışdı. Xəritə üzərinə qayıdım, göstərim burada. Azərbaycan, yəni Arazdan cənubda, bax burada. Yəni bax bu görürsünüz, bura Rəvvadilərin ərazisidir. Bax bu ərazidə Rəvvadi əmirliyi tərəfindən, Rəvvadi sülaləsi tərəfindən Rəvvadi əmirliyi yaradılmışdı. Və sonra gəlir nə? Tiflis əmirliyi və yaxud da Bərdə əmirliyi. Bərdə əmirliyi ilə danışıq. Ərəb mənşəli, az öncə Bərdə şəhərini göstərim, Kürün sağ sahilində. Ərəb mənşəli sülaləsi tərəfindən Məzyədlər tərəfindən, bayaq dedik, Şirvanşahlar, sonradan Şirvanşahlar dövlətini yaradırlar. Yezid bin Məzyəd tərəfindən Bərdə əmirliyi yaradılır. Sonra Dərbənd əmirliyi, ərəb mənşəli Haşimilər tərəfindən, bayaq göstərim, Azərbaycanın ən şimalda yerləşən şəhər. 869-cu ildə Haşim Məs-Sulami tərəfindən yaradılmışdı. Ərəb mənşəli sülalə idi, yəni Haşimlər tərəfindən. 988-ci Şirvanşahlardan asılı vəziyyət düşür. 1075-ci ildə isə daxili müstəqillər və Şirvanşahlar birləşdirilir. Sonra Tiflis Müsəlman əmirliyi. Tiflis Müsəlman əmirliyi 8-ci əsrin 30-cu illərində ərəblər tərəfindən Şərqi Gürcüstanda yaradılmışdı. Baxın, bax burada. 8-ci əsrdə ərəblər tərəfindən, bax görürsünüz, bu da Tiflis Müsəlman əmirliyi. Bir müddət Cəfərilər, Şüeybilər, Şeybanilər tərəfindən fasilələrlə idarə olunur. Və 1121-ci ildə Didqor döyüşündə Gürcülərə məğlub olurlar və 1122-ci ildə isə artıq nə olur? Daxili müstəqillər edilərək Gürcüstana birləşdirildi. Və sonra gəlir burada bitdi. Məncə bu qədər. Və 1122-ci ildə dedim ki, daxili müstəqilliyi ləğv edilir. Belə əziz şagirdlər, sağ olun, hər birinizə uğurlar.